Salam, xoş gördük bizim mətbəxin izləyiciləri. Hamınızı salamlayıram. Bugün mən sırnik eləyəcəm. Bu sırnik səhər yeməyində çox möhtəşəm bir dadı olan bir deməli səhər yeməyidir. Bunun üçün bizə lazımdır hardasa 400 qrama kimi kəsmikdir. Kəsmik də görürsüz də necə, yəni sulu olmasın. Bax belə quru vəziyyətdə olsun kəsmik. Çəki ilə olan kəsmikdir. 2 yumurtanın sarısıdır. Burada 2 xörək qaşığı manlıdır. Manlı. Bir de 2 xörək qaşığı undur. 1 vanil, 4 xörək qaşığı pesokdur, biraz isə duzdur. Bunların hamısını indi qatacağıq və xəmir kimi yoğurmayacağıq, amma hər hansı bir kütlə alınacaq. Bütün ərzaqları tökdük kəsmin üzərinə. İndi isə bunu qarışdırıb bir kütlə halına alına kimi qarışdıracağıq. Baxın mənim əzizlərim, bax belə bir kütlə alındı. Yəni ki, xəmir eləmirik. Bu elə bir ki, bax belə bir kütlə alınmalıdır. İndi biz bunu mütləq hardasa bir 3 saat, 4 saat qoymalıyıq soyuducuya. Ona görə qoyuruq ki, orada manlı var. O manlı şişir onun içərisində və xəmirimizi daha gözəl edir. Yəni birdən-birə bişirmək də olar əslində, amma qaydası budur ki, bu soyuducuda qalmalıdır. İndi bir neçə saat qalsın və sonra düzəldəndə mən sizə göstərərəm. Deməli, hardasa bir 4 saat bax bu xaladenikdə qaldı. Deməli, xəmirimiz. İndi bura biz un tökdük. Bu un vasitəsilə bunu formirovat eləyəcəyik. Yəni formirovat nə deməkdir? Yəni ki, rulet halında eləyib, sonra isə bunu kündələrə böləcəyik. Xırda-xırda kündələrə böləcəyik. Baxın, biz bax belə bunu rulet halına saldıq. İndi isə bax bunun vasitəsilə biz bunu kündələrə böləcəyik ki, sonra isə bunu forma verəcəyik. Deməli, 8 dənə kündəyə böldük. 60-65 qramlıq kündələr olur. 8 dənə bax bundan belə kündələr. Sonra isə biz əlimizlə bunu biraz özünə forma verdik. İndi isə bizə nə lazımdır? Bizə hər hansı bir stəkan lazımdır. Bax bu stəkan vasitəsilə bax bunu formaya gətirməkdən ötürü bax bu cürə bunu eləyirik ki, bu formaya gəlsin. Baxın nə qəşəng forma alındı. Bax bu cürə forma almalıdır. İndi biraz eləyək ki, yəni ki, istədiyimiz forma olsun, səliqəli olsun. Bax belə. Gördünüz? Bax həmin o birisi kündələri də bu cürə edib yığacağıq hər hansı bir qabın içərisinə. Baxın, bu cürə sırniklərimiz alındı. Bunu istəsəz soyuducuya qoyub, soyuducunun o buzxana hissəsində bax belə bunu soyuducuya qoyuruq, saxlayırıq. Səhər, məsəl üçün, nə vaxtsa ürəyimiz istəyirsə, tavaya biraz kərə yağı vururuq. Kərə yağında, amma çox yox, kərə yağını az eləyirik və qızardırıq o üz bu üzünü. Yəni alt üst hissəsini qızardırıq və nuş edirik. İndi mən qızardanda sizə göstərəcəm. Hələlik qoyuram mən soyuducuya biraz qalsın. Soyuducuda bunun qalmağın əsas yaxşı səbəblərindən biri odur ki, manlı ki vurmuşuq ora, manlı yarması. O orada işləyir, o şişir. Ona görə bax buna görürsüz qabartma zad vurulmayıb deyənə. Bu özü qəşəng köpük halında duracaqdır. İndi mən qızardanda sizə göstərəcəm necə qəşəng alınır. İndi isə sırniklərimizi biz qızartmağa başlayaq. Bunun üçün biz bunu soyucudan götürdük. Biraz ərinmiş kərə yağı tökdüm mən bura. Kərə yağından daha dadlı olur. İndi kim istəsə duru yağla da edə bilər. Kərə yağından daha dadlı olduğuna görə mən kərə yağına. İndi bu biraz qızsın, qoyacağıq qızarmağa. Artıq qoya bilərik, qızıbdır, qoya bilərik qızarmaq üçün. Bax belə qoyduq. Qoyandan sonra xodunu, qazın deməli, xodunu lap az eləmək lazımdır ki, o yavaş-yavaş pişsin. Və ağzını örtürük və özü yavaş-yavaş başlayacaq qızarmağa. Qızarır, o birisi üzünə çevirəcəyik. Baxın, bir üzü qızardı, çevirdi indi o birisi üzünə. O birisi üzü də qızarsın. Artıq sırniklərimiz tam hazırdır. Sırniklərimiz tam qızardı, hazırdır. Yəni ki, bax bu cürə olur xarici görünüşü. Çox dadlı, çox mükəmməl bir səhər yeməyidir. Mütləq evinizdə bişirin, nuş edin mənim əzizlərim. Çox gözəl reseptdir. Sağ olun.